Hamıya salam. Bugün saxsı qabda sizə yemək hazırlayacağım. Bunun üçün bizə un, duz, maya və duru yağ lazımdır. Belə xəmir yoğurduqdan sonra üstünü streçləyib kənara qoyuruq. İndi isə qiymənin soğanını əlavə elədim. Duz və istiot. İndi isə qarışdırıram. Daha sonra belə yumru kiftə halına gətirirəm. Bunları bitirdikdən sonra soyuducuya qoyuram 15 dəqiqə. Daha sonra kərə yağında qızardıram. Tam belə qızartmıram, çünki sobada da bişdiyinə görə dağılmasın deyə yüksək xodda belə iki tərəfli qızartdım. 4 ədəd kartofu doğradım və 1 ədəd qırmızı biber. Biberi də yağda qızardıram belə. Daha sonra saxsı qabı doldurmağa başlayıram. Kartof, hazırladığım kiftəni, qırmızı biberi və əvvəlcədən bişirdiyim noxudu əlavə edirəm. İndi isə kərə yağda tomat pastası, duz və istiotu qarışdıraraq üzərinə su əlavə edirəm. Qaynara düşəndə götürürəm. Hər saxsı qaba 4 qaşıq əlavə elədim. Üzərini örtmək üçün xəmiri 4 hissəyə bölürəm, 5 hissəyə bölürəm və belə formada bağlayıram. Üzərinə yumurta çəkərək sobaya göndərirəm. 150-170 dərəcə arasında bişir. Belə çox yumuşaq yemək alındı. Hazırlayacaq olan hər kəsə nuş olsun.